Salam, hər vaxtınız xeyir olsun. Biz bugün 2023-cü ilin ikinci qruplar üzrə blok imtahanının ikinci cəhd imtahanını müzakirə edəcəyik. İlk sual sadə sualdır. Tələb olunur hesabı kökün qiymətini tapmaq. Kök 9-dan 3 çıxdığı üçün bu 16-dır. Oradan 4 çıxır deyə 25-dir. 5 çıxacaq. Kök 9-dan da 3 alınır cavab. Üçbucaqlı DABS piramidasında DA yantili oturacağı perpendikulyardır. DA yantilinin oturacağı perpendikulyar çəkdik. Bir dəqiqə. Burada BAC 90 dərəcədir deyə deməli oturacağı düzbucaqlı üçbucaqdır. AD, AB və AC-lər bərabərdir. D təpə nöqtəsindən BC xəttinə qədər məsafə 5 kök 6 olarsa piramidanın hündürlüyünü tap. Aha. Deməli, biz bu hündürlüyə h yazsaq, oturacağın tərəfləri də h olacaq. BC olur h kök 2. Buradan bura qədər məsafə dedikdə 3 perpendikulyar teoreminə əsasən bu hündürlük çəkilir. Bura 5 kök 6 verilir. İndi biz qıraqda BAC üçbucağına baxsaq əgər. BAC düzbucaqlı üçbucağının katetləri h-dırsa, hündürlüyü nəyə bərabər olacaq? H böl kök 2-yə. O zaman biz Pifagor teoremi ilə 5 kök 6-nın kvadratı bərabərdir. H kvadrat üstə gəl, H kvadrat böl 2 yaza bilərik. Buradan nə alırıq? 150 bərabərdir. 3H kvadrat böl 2. 3 və 150 ixtisar gedir. H kvadrat 100-dür. H 10 alınacaq. Üçüncü sualda K kub çıx 27 və K kvadrat üstə gəl 3K üstə gəl 9. Tənlinin yeganə həlli var. Əbobun veribdir. Şagirdlər biz K kub çıx 27-ni vuruqlarına ayırsaq, K çıx 3, K kvadrat üstə gəl 3K üstə gəl 9 alınacaq. Hər ikisində ortaq olan bir dənə K kvadrat üstə gəl 3K üstə gəl 9-dur. Onda bu iki ədəd nəbobu olacaq. K kvadrat üstə gəl 3K üstə gəl 9. Bərabərdir AK çıx 16 yazsaq. Kvadrat tənlik aldıq K-ya görə. Yeganə həlli üçün K kvadrat üstə gəl 3 çıx AK üstə gəl 25 0 alır. Kvadrat tənin yeganə həlli üçün diskriminantı 0 etməlidir. Buradan 3 çıx A kvadrat çıx 100 0 edir. Deməli 3 çıx A kvadratı 100-dür. A-nın müsbət qiymətini axtarırıq. 3 çıx A-ya 10 desək, A mənfi 7 eləyəcək. 3 çıx A-ya mənfi 10 desək, A 13 eləyəcək. Deməli A 13-dür. A-ya 13 yazsaq əgər, alacağıq burada nə? K kvadrat çıx 10K üstə gəl 25 0. Bu tənliyin yeganə kökü də K bərabər 5 olur. Bizdən tələb olunur əkob A çıx K ilə A üstə gəl K. İndi mən yazacağım əkob 13 çıx 5 8 13 üstə gəl 5, 18. 8 ilə 18-in ikisindən də ortaq vuruq 2-ni çıxartsaq, qalacaq 4 vur 9, cavab 72. Mən sıralama ilə getməyəcəm uşaqlara. Ekranda görünən siyahı ilə sualları izah edirəm. Burada loqaritmanın əsası 3-də 1-dir. Loqaritmik bərabərsizliyi həll etmək üçün əvvəlcə onların təyin oblastlarını yazırıq. Daha sonra əsaslar eyni olduğu üçün vura bilərik. Loqaritma 3-də 1 əsasdan x kvadrat çıx 16 kiçik deyil. Loqaritma 3-də 1 əsasdan 20-dən. Əsas 1-dən kiçik olduğu üçün x kvadrat çıx 16 20-dən böyük deyil. Buradan alırıq ki, x çıx 6, x üstə gəl 6 0-dan böyük deyil. Ədəd oxun çəksək əgər mənfi 6 6-nı qeyd elədik. Daxildir köklər. Müsbət, mənfi, müsbət. Cavab mənfi 6 6 parçası olur. Amma əvvəldə yazdığımız təyin oblastını nəzərə almalıyıq. X 4-dən böyük olmalıdır. 4 daxil deyil. Mənfi 4-dən böyük olacaq avtomatik olaraq. Deməli, bu bərabərsizliyi ödəyən tam həllər 4, 6 yarım intervalıdır. Buradakı tam ədədlər 5 və 6-dır. Cəm 11 edir. 10-cu sualda integral veribdir 4x kub üstə 2x-in
1,27-dən keçən ibtidai funksiyası. Nəyin törəməsi 4x kubdur? X üstü 4. Nəyin törəməsi 2x'dir? X kvadrat üstə gəl c. İndi bu ibtidai funksiyanın ümumi şəklidir. 1,27-dən keçirsə x-ə 1 yazdıqda funksiya 27 eləməlidir. Deməli c 25-dir. Deməli biz fx-i tapırıq ki, x kub üstə gəl x kvadrat üstə gəl 25-dir. F mənfi 2-ni tapın deyir. X-ə mənfi 2 yazsaq, mənfi 8 üstə gəl 4 üstə gəl 25. 29 çıx 8, 19 eləyəcək. Mən nəyisə səhv elədim uşaqlar. Bax, diqqət eləyin, belə texniki səhvlər etməyin. Burada x üstü 4 yazıb, burada x kub yazmış. Onda burada 16 olmalıdır. Doğru cavab 45 olacaq. Cavabda əgər 19 olsaydı, mən düşünmədən 19-u yazardım yəqin ki. Belə texniki səhvlər imtahanda bax bizi maksimum baldan belə deyək qaçırdır. Y üstündə x üstəcə 1 bölü x funksiyasının qiymətlər çoxluğu. Bu sual şagirdlər mənim dəqiq yadımdadır. 2016-cı ilin 2-ci qrup imtahan sualıdır. Çünki həmin ildə bizim bir Fərid Hüseynov Əjdaha şagirdimiz 700 bal yığmışdı. Bu sual oradan mənim xatirimdədir. X üstə gəl 1 bölü x. Koşi bərabərsizliyinə görə əgər x müsbət olarsa 2 dənə x vur 1 bölü x-dən böyükdür. Yəni 2-dən kiçik deyil. X üstə gəl 1 bölü x mənfi olduqda x mənfi 2-dən böyükdür. Ümumi halda x üstə gəl 1 bölü x daxil olur mənfi sonsuzluq mənfi 2 ya da 2 müsbət sonsuzluq. İndi şagirdlər y üstü mənfi sonsuzluq nə deməkdir? 1 bölü y üstü müsbət sonsuzluq, o da gedir 0-a. Əsası y ədədi 1-dən böyükdür deyə y üstü mənfi 2 olacaq 1 bölü y kvadrat. Ona görə doğru cavab C variantıdır. Keçək 4-cü sualı hesablayaq. Birinci qruplarda da bu tipli bir sual var idi. F törəməni axtaranda şagirdlər biz kəsri parçalayıb x bölü kök x-in törəməsini tapsaq rahat olar bizim. Bu bizə verir x kök x-in törəməsi çıx kök x-in törəməsi. X kökü x, x üstü 2-də 3 deməkdir. Şagirdlər, kök x, x üstü 2-də 1-dir. Qüvvətin törəməsini tapdıqda 2-də 3 gəlir qarşıya, qüvvəti bir vahid azaldır. Kök x-in törəməsi isə 1 böl 2 kök x-dir. X-ə 9 yazdıqda 2-də 3 vurulsun 9, çıx, 1 bölünsün 2 vur 3. Yəni 2-də 27 çıx 6-da 1. Əgər f törəmə 9 istəyir, biz burada məncə düz elədik. Amma ədədlərə fikir verirsinizsə, ədədlər belə normal deyil. Nəyi səhv elədim? Burada kök 9 yazmalıydım, 3 yazmalıyım. 2-də 9 çıx 6-da 1 olur. Ortaq məxrəci gətirəndə 6-da 27 çıx 2, 6-da 25. Bu da bizə 4,6-da 1 verir. Böyük ehtimal hesablamada bir səhvim var yenə də. Baxaq. X üstü 2-də 3, 2-də 3 gəldi qarşıya. Buradan 2-də 3 vurulsun. Törəmənin 9-dakı qiymətini axtar. Bu tipli səhvlər etdikdə şagirdlər sualı yenidən həll eləmək daha sürətli olur. Baxın, x kvadrat böl kök x, x üstü 2-də 3-dür. Bunun törəməsini tapanda 2-də 3 vur, x üstündə 1 çıxanda 2-də 1 qalır. X-in yerinə 9 yazanda bu 3 eləyir. 2-də 9. 2-də 9-dan kök x-in törəməsi də 1 bölü 2 kök x-də 6-da 1 eləyir. Ortaq məxrəci 6 seçəndə, baxın, ortaq məxrəci gətirəndə səhv elədim mən. Burada 6-da 26 olmalıymış. Görürsünüz, burada yazanda o səhvi gördüm. Burada 3-ə vuracam 27, 26. Bu da 2-yə ixtisar getsə 3-də 13, 4,3-də 1. Doğru cavab Y variantı. 12-ci suala baxaq. Kəsrin sürətini açıq şəkildə yazsaq 11 dənə m üstəgəl n-dir. Məxrəcində isə 9 dənə m çıx n-dir. Bu 11 böl 5-dir. 11-lər ixtisar getsə 5m üstəgəl 5n, 9m çıx 9n. Buradan 4m 14 n-dir. 2m 7 n-dir. Deməli m-ə 7, n-ə 2 düşəcək. Ədəd 72-dir.
Yaxşı olardı ki, əvvəlkilər kimi mən bunu bir sütunda izah eləsəydim, yazmaq üçün daha geniş yer olardı, amma biraz vaxt məhdudiyyətinə görə onu eləyə bilmədim. Elə birbaşa üzərində izah edirəm. AMB-nin dərəcə ölçüsü 46-dırsa, deməli bura 134 dərəcədir. O zaman B bucağı 134-ün yarısı 67 olacaq. 13-cü sualda bankdan əvvəlcə məhsul məbləğin 40%-ni götürdük, deməli 60%-i qaldı. Daha sonra 60'ın da 40%'ini götürür. 24 qaldı 36'sı. Neçə faizi qaldı? 36. 7-ci sualda uşaqlar. Tək dərəcədən kökaltı ifadənin təyin oblasti mənfi müsbət sonsuzluqdur. Bax, burada xüsusi qeyd edirəm. Əgər funksiya x çıx 2 üstü 7-də 1 olsa, qüvvət kəsrədə də olsa, onda əsası mənfi ola bilməz. X 2-dən kiçik deyil. Cavab 2 müsbət sonsuzluq olacaq. Ama bu iki funksiya bir-biri ilə eyni funksiya deyil. Baxın, 7-ci dərəcədən kök altda x çıx 2 ilə x çıx 2 üstü 7-də 1 funksiyası bərabər funksiyalar sayılmır. Birin təyin oblasti mənfi müsbət sonsuzluqdur. Birin təyin oblasti 2 müsbət sonsuzluq. Şagirdlər çox vaxt burada səhv edir. Keçək. 15-ci sualda vuruqları ayırsaq 2x çıx 3, 2x üstə gəl 3-lər ixtisar olunacaq. 2 vur mənfi 2-də 3, çıx 3. Buradan cavab mənfi 6 alır. 6-cı sualda tənliklər sisteminin sonsuz sayda həlli varsa, x-in əmsallar nisbəti ilə y-in əmsallar nisbəti və sərbəst hədd nisbətləri bərabər olmalıdır. İlk iki bərabərlikdən A-nı tapırıq ki, deməli, mənfi 27-dir. A-ya mənfi 27 yazdıq. Daha doğrusu, A-ya mənfi 27 yazdıq. B-ni tapacağıq ki, buradan 12-dir. 3B 36. İndi bizdən nə istəyir? A üstəgəl B cəmin. Cavab mənfi 15 olacaq. Keçək. 16-cı sualda 2 sinus x üstəgəl kosinus x. Şagirdlər, köməkçi bucaq daxil etmə qaydasına əsasən əmsalı 1-dirsə, bu ifadənin ən böyük qiyməti 4 üstəgəl 1 kök 5-dir. Ən kiçik qiyməti mənfi kök 5-dir. Deməli, tənliyin həlli üçün kök 5 loqaritma 2 əsasdan A yerləşməlidir. Mənfi kök 5 ilə müsbət kök 5 arasında. Hər tərəfi kök 5-ə böldük. Buradan ifadə bu şəkildə alınır. Bərabərsizin həlli üçün hər tərəfi 2-nin qüvvəti şəklində yazsaq, 2 üstü mənfi 1 və 2 üstü 1 arasında olacaq. Cavab olur B variantı. Keçək. 7-ci sual şagirdlər, modulda 3 açıq 2B-nin vektorunu tapmaqdır. Şagirdlər, biz bilməliyik ki, modul x kök altı x kvadrata bərabərdir. Vektorlarla baxdıqda isə bu x-lərin skalyar hasilidir, x vektorlarının. Ona görə mən bunu 3 açıq 2B vektorunun kvadratı kimi yazdım. Buradan alacağım 9 dənə A kvadrat, elə modul A kvadrat demək. 12 dənə AB skalyar hasili, üstəgə 4 dənə modul B kvadrat. Buradan A-nın əvəzinə 1 yazıram. A vur B skalyar hasilini də yuxarıda hesablayaq şagirdlər. Modul A vur, modul B vur, kosinus 120 dərəcədir. Bu verir bizə 1 vur, 4 vur, mənfi 2-də 1. Yəni mənfi 2-dir. 12 vur, mənfi 2, üstəgə 4 vur, 16. Bunu hesablasaq nə eləyəcək? 9, 24 və 64. 88, 97 alırıq cavab. 17-ci suala baxacağım. Deyir ki, vurulsun n üstəgəl 1 faktoriyalı. Biz bu n üstəgəl 1 faktoriyalı n çıx 1 faktoriyal vur, n vur, n üstəgəl 1 faktoriyal yazsaq. Bu vuruq da, üzr istəyirəm, axırıncıda faktoriyal olmamalıydı. Kiçiyinə faktoriyal yazdıq. Burada n faktoriyal demək. Mən burada mötərizəni vurub açsam, baxın, n çıx 1 faktorial vur, n vur, n üstəgəl 1 böl, n çıx 1 faktorial, üstəgəl 3 böl n faktorial vur, n faktorial vur, n üstəgəl 1. Kvadrat tənlik alacağıq. Buradan n'in birdən kiçik olmayan natural həllini götürürük. Nə alırıq?
n kvadrat üstəgəl 3n üstəgəl 3 çıx 24 0. Deməli n kvadrat üstəgəl 4n çıx 21 sıfırdır. N üstəgəl 7 n çıx 3 sıfırdır. N mənfi 7 ola bilməz. Təbii ki, n müsbət 3 olacaq. 8-ci sualda 30 dərəcəli ikiyüzlü bucaq dedikdə biz şagirdlər sadəcə 30 dərəcəli xətti bucağı çəkə bilərik. İkiyüzlü bucağın əvəzində. Üzərində, bir üzün üzərindəki A nöqtəsi tildən 5 sm məsafədədir. Digər üzə qədər məsafəni istəyir. 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısı. Cavab 2 onda 5. 18-ci sualda həndəs silsilə verilibdir. Biz bunu B9 çıx B1, B9 üstəgəl B1 yazsaq. Aşağıda B17 çıx B1 verilibdir. İndi bizə B1-i 4 verib, şagirdlər. B1-in 4 olması bizə nə kömək eləyə bilər? Baxın, mən burada belə bir iş görəcəm. B17. Hamısını B1 ilə ifadə eləyə bilərəm də. Orada müxtəsər açdım, düzdür. İndi B9 çıx 4 vur. B9 üstəgəl 4. Burada isə B17-ni, baxın, B9 vur 2 üstü 8 yazsam, çıx B1 yazdım. Mən buradan vuruqlarını ayırmaq istəsəm, B9-u necə yazmalıyam ki, ixtisar apara bilim? Burada B9'u da B1 vur Q üstündə 8 yazsam, yəni B1 vur Q üstü 16 çıx B1 yazdıq. Bu bizə verir B1 vur Q üstü 16 çıx 1. Kəsrin məxrəci budur. İndi uşaqlar, burada fikir versəniz B1 vur Q üstü 8 idi. Biz buradan B1 vur Q üstü 8 kimi yazanda B1 vur Q üstü 8 çıx 1, B1 vur Q üstü 8 üstəgəl 1 alır. Bu da elə məxrəzdə B1 vur Q üstü 16 çıx 1 yazdımsa bunlar gedir. B1'in də biri gedir. Cavab B1 qalır 4. Yaxşı sual. 27-ci sualda birinci bərabərsizlik 2 qat bərabərsizlikdir. Mənfi 4 ilə 4 arasında. Hər tərəfi 2 əlavə eləsək, mənfi 2, 6 arasındadır. Bu arada ən kiçik tam həlli Y variantı 1-ə aiddir. Getdiyi. Ən böyük tam həlli 5'dir. Bunun 5 natural həlli var. 5 natural həlli var. Ümumilikdə neçə həlli var natural olan? 5, 6, 7 tam həlli var. Deməli 1'ə Y uyğundur. İkinci sualda x-i müsbət götürsək əgər bir dəfə özü kimi yazacağıq. 1 tam 3'də 2 kiçikdir x kiçikdir 5 onda 5. Bu aradakı tam qiymətlər 2, 3, 4, 5. 4 dənə natural həlli var. Deməli 2'yə D variantı uyğundur. Ən böyük tam həlli də 5'dir. Həm də bunun mənfisini nəzərə alanda şagirdlər sanki mənfiyə vurub işarəni əksinə dəyişəcəksiniz. Burada ən kiçik tam həlli də A variantı da 2'yə aid. Mənfi 5'dir. Üçüncü sualda sürətlər eyni olsun deyə bunu 2'yə vurub yazıram. Sürətlər eynidirsə ortada işarəni məxrəzlər üçün əksinə dəyişəcəyik. 7, 4 arası. Bu aradakı tam qiymətlər 2 dənədir. 5 və 6. Ən böyük tam həlli 6'dır. C variantı ona aiddir. 3 natural həlli olan variantımız oldu mu burada? Olmadı. Deməli B variantı heç birinə aid deyil. 19-cu suala baxırıq. Deyir ki, kürənin mərkəzindən 10 sm məsafə. Şagirdlər, bir kürənin müstəvi kəsiyi, baxın, mərkəzindən keçən ən böyük kəsiyi bunun dairədir. Hər bir müstəvi kəsiyi də radius 14. Hər bir müstəvi kəsiyi də dairədir. Mən indi bunu buradan kəsəndə bunun mərkəzindən məsafə 10'dur deyə burada biz radius çəksək 14, birləşdirsək balaca kəsiyin radiusunu Pifaqorla tapacağıq. 196 çıx 196. Kəsiyin sahəsini istəyir deyə cavab pi r kvadrat olmalıdır. 96 pi'dir. Keçək. 20-ci suala baxaq. OY parçasının 4 verib. OCD 60'dır, deməli bura 30'dur. Bərabər olduğu üçün düzbucaqlının diaqonalları burada 60, burada 60. Deməli bu bucaq da 30'dur.
30'un qarşısı 4 olduğu üçün hipotenus 8'dir. Deməli, bu da 8, 8, diagonal 16 oldu. Növbəti sualımıza baxaq. 21-ci suala baxacağım. Trapesiyada BC AD-yə paralel verilib. Çəkək. BC 2-dir. AD 18'dir. CD 5'dir. BD 6'dır. Hə, aydındır. Bizdən də trapesiyanın perimetri C-ni tapmamızı istəyir. Şagirdlər, bu sualın həlli üçün siz məsələn, kosinuslar teoremini bilən şagird bu bucağın alfasını tapır. 25 bərabərdir 4 üstəgə 36 çıx. 2 vur 2 vur 6 vur kosinus alfa. Çarpaz bucaq alfa olduğu üçün C kvadrat bərabərdir 6 kvadrat üstəgə 18 kvadrat çıx. 2 vur 6 vur 18 vur kosinus alfa yazır. Amma mən sizə deyim ki, burada çox rahat bir həllimiz var bizim. Biraz yaxınlaşdırım. İcazənizlə bu trapesiyanı 20-ci sualın yanında çəkəcəm. Baxın. Deməli, B, C, D, A. BS'ni 2 verib, CD'ni 5, AD'ni 18, BD isə 6'dır. Burada çox maraqlı bir məsələ var. Üçbucaqların oxşarlığının ikinci əlaməti. Biz bu bucağa alfa dedik, burada alfa dedik. Üçbucaq BCD-də 2-nin 6-ya nisbəti 3'də 1 eləyir. 3'də 1 ABD-də də 6'nın 18'ə nisbəti 3'də 1 eləyir. Deməli, bu üç bucaqlar oxşardır. Aralarındakı bucaq da eyni olduğu üçün. Üç bucaqların oxşarlığının birinci əlaməti idi ki, iki tərəf nisbəti və bu tərəflər arasındakı bucaqları eynidirsə. Bu üç bucaqlar oxşardır. İndi mən bura C yazım. Alfanın qarşısında 5'in, alfanın qarşısında C-yə nisbəti bərabərdir. Oxşarlıq əmsalı 3'də 1 desəm, doğru cavabı tapacam. Mən burada biraz balacalaşdırım. Aha. Burada doğru cavabı tapıram ki, C tərəfi 15'dir. Trapesiyanın perimetrini istəyir. 5, 15, 2, 18. 20, 20. Doğru cavab 40. 22-ci suala baxaq. Ümid edirəm ki, ikinci sulu oxşarlıqla başa düşdünüz. Üçbucağın AB parçası A təpə nöqtəsindən başlayaraq 2-nin 3'ə nisbətində bölünübdür. AC-nin AB-yə nisbəti 2-nin 5'ə olacaq. Yəni 2 böl 5 cavab onda 4'dür. 23-cü sualda izah edək. Modullar cəmi sıfırdan böyük deyilsə, deməli hər bir modul sıfıra bərabər olmalıdır. B üstəgəl C çıx 14 sıfırdır. A üstəgəl C çıx 15 sıfırdır. Biz buradan tərəf-tərəfə toplasaq 2 dənə A, B, C. Çıx 42 bərabər 0 alırıq. Deməli, ABC cəmi 21. Üçbucağın perimetri 21 oldu. 25-ci suala baxacağım. 24 üzr istəyirəm. Kompleks ədədin modulunu tapmaq üçün nisbətin modulu modullar nisbətinə bərabərdir. Burada alıram 9 üstəgəl 1, burada alıram 9 üstəgəl 1. Doğru cavab 1'dir. A üstəgəl İB kompleks ədədinin modulu kök altda A kvadrat üstəgəl B kvadratdır. 25-ci sualda mərkəzi ABC üçbucağın AC tərəfi üzərində olan çevrə digər tərəflərə toxunur. Çevrənin radiusu 4 olarsa AB üstəgəl BC-ni tapın. Uşaqlar, bunun üçün biz düsturda isbat eləyə bilərik. Mərkəzi AC üzərindədirsə, toplunun sualıdır. Sadəcə biraz dəyişik formada soruşur. Radiusunda 4 verib. Mən bura AC desəm, indi baxın. Məsələnin düsturunu necə isbat edəcəksiniz? Bura R yazdıq. Buradan perpendikulyar, burada R yazdıq. BO-nu birləşdirdik. BO tənbölən. Üçbucaqlarda tənbölən sualını xatırlayırsınız yəqin ki. Topluda bu sual var idi. AOB üçbucağının sahəsi ilə BOC üçbucağının sahə cəmi ABC-ni verir.
AOB-nin sahəsi C vur R bölü 2, BOC-nin sahəsi A vur R bölü 2, SABC-yə bərabərdir. Deməli, A üstəgəl C bərabərdir. 2S böl nəyə? Kiçik R. 2S böl R. C-ni səhv yazdım. Yəni, sən buradan 2 vur 32 böl 4 yazırsan, cavab olur 16. Məsələn, yəni düsturun isbatını bilmək uşaqlar, ona aid istənilən məsələni həll eləməyə kömək eləyir. Bu sualda uşaqlar kosinus alfa plus bettanı istəyir. Kosinus alfa üstəgəl betta, kosinus alfa kosinus betta, sinus alfa sinus betta fərqidir. Mən bu ifadədən onu almaq üçün bunu kvadrata yüksəltməliyəm. Kvadrata yüksəldəndə sinus kvadrat üstəgəl sinus kvadrat betta çıx 2 sinus alfa sinus betta bərabər 2. İkinci bərabərlik kvadrata yüksəltsəm. Kosinus kvadrat üstəgəl kosinus kvadrat üstəgəl 2 kosinus alfa kosinus betta 1. Tərəf-tərəfə toplasam, baxın, sinus kvadrat üstəgəl kosinus kvadrat 1, sinus kvadrat üstəgəl kosinus kvadrat 1, üstəgəl 2 vur, bax bu ifadə alınır. Kosinus alfa üstəgəl beta bərabər 3-ə. Deməli, buradan kosinus alfa üstəgəl beta bərabər olur 3 çıx 2 böl 2. Yəni, cavab 2-də 1-dir. 0,5. Gəlin, situasiya tapşırıqlarına baxaq. Şagird tələbə müəllimlərdən ibarət 30 nəfərlik heyət ekskursiya məqsədilə düşərgəyə yollanır. Müəllimlərin sayı tələbələrin sayından 3 dəfə, şagirdlərin sayından 6 dəfə azdır. Baxın, mən burada şagird sayına x desəm, daha doğrusu müəllim sayına x desəm, ən az olan budur. Şagird sayı olacaq 6x, tələbə sayı olacaq 3x. Birinci bunu yazdım. 10x tapdım ki 30'dur. Deməli, x-i tapdım 3. Bu məlumat burada qalsın. Yəqin ki, növbəti məsələdə istifadə edəcəyik. Düşərgədə qalmaq üçün çadırın aşağı hissəsi eni 2 metr, hündürlüyü 0,8 metr olan düzbucaqlı paralelipiped və yuxarısı 3 bucaqlı prizmadır. Yan üzləri kök 2 bərabər yanlı üçbucaq formasındadır. Baxın, bu yan üzlər kök 2, kök 2 veribdir. Çadırın bərkidildiyi K dayaq nöqtəsindən çadırın ən yaxın künclərinə qədər məsafə 2,6 metrə bərabərdir. Bu bizim məlumatdır. Biraz ölçünü kiçildim. Bir çadırın giriş hissəsinin hazırlanmasına ən az neçə kvadrat metr parça sərf olunduğunu tap. Biz nəyi tapmalıyıq şagirdlər? S, A, B, C, D-yi 5 bucaqlısının sahəsini tapmalıyıq. Bu 5 bucaqlının sahəsi üçün mən əvvəlcə bunu 3 bucağa və düz bucaqlıya tamamlayırım. Buradan bu 0,8 olduğu üçün S, A, B, D, Y-nin sahəsi 2 vur 0,8 eləyir 1,6. S3 bucaq B, C, D-nin sahəsi, baxın, oturacağı 2-dir, hündürlüyü tapmalıyam. Hündürlüyü tapmaq üçün mən dik perpendikulyar çəkib, buradan da bu şəkildə hündürlük yazsam. Bura 1 düşəcək, bura 1 düşəcək. Bura 2,6 düşdüyü üçün, bura 2,4 düşür. İndi bizdə üçbucağın sahəsi 3-ün, mən səhv elədim, üçbucağın tərəfləri məlumdur da. Bura 2, 2 olduğu üçün, İndi 29'da onsuz da istifadə eləyəsiyəm onu. 2 olduğu üçün 1, 1 bölünür. Kök 2 olduğundan bu üçbucağın hündürlüyü baxın bura qədər 1 olur. Onda bu üçbucağın sahəsi olacaq tərəf BD 2, hündürlük də 1. Cavabı olur 1. Belə deyək də, bax bu üçbucağı burada mən çəkmiş olsam, burası kök 2'dir. Bax bu hündürlük bura 1, 1 düşdüyü üçün 1'ə bərabərdir. Çadırın içəri hissəsini göstərir. 29-cu sualda, baxın, məndən CK parçasını istəyir. Bax, mənim bu hündürlüyü çəkməyim CF deyək buna. CF və K. CK-nı tapmaq üçün artıq mənə KF-ni tapmışam 2,4. CF hündürlüyü buradan bura kimi 1'dir. 0,8 də çadırın hündürlüyüdür. Bura düşür 1,8. 1,8 olur CF'nin hündürlüyü. Bura 1,8 yazdım. 2,4 də buradadır deyə.
Bizim axtardığımız x kvadratdır. Pifagor teoremi ilə 5 %76, 3 %24. 9 eləyəcək. Onda x-i tapırıq ki, 3. 30-cu sualda deməli şagirdlər x-i 3 tapmışdıq. Müəllim 3 nəfər idi. Tələbə 9 nəfər idi. Düz dedimmi görün? Tələbə 3 misli idi. Şagird isə bunun 3-ün 6 misli 12 nəfər idi. 30 nəfər eləyir. Tələbə və şagirdlər arasından 21 nəfərdən mən nə isə səhv elədim. Bura 18 olmalıdır. Hə, 3-ü 6-ya vurub 12 yazmışım. 18, 9, 27 nəfərdən 3-ü seçilir. Mümkün hal sayı kombinezon 27-dən 3-dür. Əlverişli hal sayı ikisinin tələbələrdən seçilməsini istəyiriksə 9-dan 2, birin isə şagirdlərdən seçilməsi 18-də 1-dir. Hesablayıb hər ikisini bölmək lazım. Bu eləyəcək 27, 26, 25, 1, 2, 3. 3-ü 27 ilə ixtisar eləyirəm, 2-ni 26 ilə 13. 9-dan 2 bizə verir 36 vur 18. Ehtimal bərabər olacaq. Ehtimal bərabər olacaq. 18 vur 36 böl 9 vur 13 vur 25. 36 9 ilə ixtisar getsə 4. 13 vur 25. 325 də 72 olacaq. Ümid eləyirəm hesablama səhv etmədim. Etdimsə də texniki səhvlərə görə üzürlü sayın. Hər birinizə uğurlar arzulayıram. Məsuliyyətli olmağınızı arzulayıram. İnşallah blok imtahanında, buraxılış imtahanından da yaxşı nəticə göstərərsiniz. Unutmayın ki, buraxılış imtahanı bütün ölkə şagirdləri üçün idi. Blok imtahanı, amma ixtisasına yiyələnmək istəyən hər ixtisas qrupu üçündür. Təbii olaraq burada çətinlik artacaq. Uğurlar, sağ olun, növbəti imtahanlarda görüşərik.